Gəlin Soçi paxlavası hazırlayaq. Bilirəm ki, çoxunu sevirsiniz. İlk öncə unu əriyək. Mən hər zamanki kimi doymaq unundan istifadə edirəm. Soyuq bərk kərəyağını una bulayıb rəndələyək. Əlimizlə ovub ovuntu halına gətirək. Bir çimdik duz və vanil əlavə edib qarışdıraq. Sodanı xamada söndürüb əlavə edək. Son olaraq yumurta sarılarını da əlavə edib xəmiri bir yerə toplayaq. 3 hissəyə bölüb yumrulayıb soyuducuya yerləşdirək. Qozu dişə dəyəcək böyüklükdə blenderləyək. Yumurta ağını şəkər tozu ilə ağarana dək çırpıb qoza əlavə edək. Kündəni yayıb listin ölçüsünə uyğun kəsək. Mən ilk qatın altına yağlı kağız sərdim. İçliyin yarısını əlavə edib bərabər yayaq. İkinci kündəni də yayıb içliyin qalan hissəsini əlavə edək. Üst qatı da yayıb səliqə ilə yerləşdirək. Məndə belə bir paxlava kəsən taxta var. Onunla izlərini qoyuram. Tam kəsmirəm, çünki bezə qaynayıb üzə çıxıb səliqəsiz görüntü yaradacaq. Yumurta sarısını südlə qarışdırıb üzərinə çəkək. 180 dərəcəli sobanın alt-üst rejimində üzəri qızaranadək bişirək. Parıltı üçün kərəyağını balda əridib üzərinə çəkək. Çox dadlı olur. Şirəli paxlava sevməyənlər bayram üçün mütləq bundan hazırlasın.